Salamlayıram sizləri əziz izləyicilər. Old Cup 35 Plusun yarım final mərhələsi Modern komandası ilə Cənub Futbol Klubu qarşılaşır və oyuncular mərkəzə doğru gəlirlər. Təşkilatçı Fərid Məmmədov, həmçinin qeyd edim ki, bu oyunda Fərid Məmmədov hakimlik edir. Oyuncular mərkəzə doğru gəlir və salamlaşacaqlar mərkəzdə. Düzülürlər, heyətlər. Artıq görüşürlər. Hər iki komandaya uğurlar arzulayırıq. Qeyd edim ki, bundan öncəki oyunda hesab 3-1 oldu. Respekt komandası qalib gəldi və ikinci oyunda baxaq nələr edəcək. Bu oyunda da qollu oyun görürük. Həqiqətən Modern komandasında Bombardir Sabit Əliyev var. İkinci yerdə isə Tərlan var. O da Bombardirliyə yaxındır. Baxaq necə olacaq. Hər iki komandada da yaxşı oyuncular var. Qeyd edim ki, ilk öncə Cənub Futbol Klubunun qapıçı Amili də qeyd etməliyəm. Oyundan öncə də şərh bildirdi. İnanır özünə, Sabit Əliyevin qollarının qarşısını alacağını bildirdi. Baxaq necə olacaq. Və mərkəzdən top yerinə yetiriləcək. Cənub Futbol Klubu topu Modern komandasına verir. İlk öncə sizə heyətləri açıqlayayım. Modern komandasında kapitan 10 nömrə Əliyev Sabit, 77 nömrəli oyuncu Eyyubov Rəşid, 7 nömrəli oyuncu İsmailov Arzu, 13 nömrəli oyuncu Talıblı Rəşadət, 9 nömrəli oyuncu Məmmədzadə Zakir, 3 nömrəli oyuncu Osmanov Rövşən, qapıcı Məmmədov Vaqif, 11 nömrəli oyuncu Məmmədov Arifdir. İndi isə sizə Cənub Futbol Klubunun heyətlərini açıqlayacağım. Kapitan Rəhmətov Ülvi 9 nömrəli oyuncudur qeyd edim. 5 nömrəli oyuncu Vəliyev Tural, 10 nömrəli oyuncu Ağazadə Ozal, qapıcı Cəfərov Amid, Əskərov Sarxan, Hüseynov Maiz, 14 nömrəli oyuncu Əliyev Elxan, Məhərrəmov Tərlan, Həsənov Camal, Məmmədov Uğurdur. İlk sürətli oyun görürük. Top Cənub Futbol Klubundadır. Camal yerləyir, pasını verdi. Tərlandan gözəl pas, amma Uğur dəqiq oynaya bilmədi. Qapıdan zərbə olacaq. Vaqif topu yerinə yetirəcək. Vaqif baxır önə doğru. Uzun bir pas. Rəşid çata bilmədi. Amid Tural oynayır. Tural mərkəzdə irəliləyir. Nə edəcək? Gözəl pas. Tərlanın pası. Ozal. Toxuna bilmədi. Müdafiədə boşluq var idi Moderində. Etiraz da edir birilərinə oyuncular. Uğurladı Uğur topu. Pasını verdi. Tərlanın zərbəsinə Vaqif qarşıladı və top Rəşiddən meydana tərk etdi. Uğur topu yerinə yetirəcək. Camal irəliləyir. Sürətli oyunçudur. Pasını da verdi. Tərlan qoymadı top çıxsın. Uğurun zərbəsi dəqiq olmur. Həqiqətən Cənub Futbol Klubunun oyuncuları çox sürətlidir. Baxaq Modern bacara biləcəkmi? Həqiqətən də hər iki komanda gözəl mübarizə aparıb bu mərhələyə kimi. Uğurun zərbəsi Vaqif. Uğur bəlkə də pas versəydi boş qapı ola bilərdi. Sabitdən pas Arif. Arifin pasının qarşısını Ozal alır və qapıdan zərbə olacaq. Üzr istəyirəm. İkincidən zərbə yerinə yetiriləcək. Topu buraxdılar. Arif yerinə yetiriləcək. Arif geriyə. Zərbəsi dəqiq olmadı və toxunuş yoxdur. Qapıdan Amid topu yerinə yetirəcək. Tural oynayır. Tural irəliləyir. Baxır.
Topla oynayır Tural. Geriye Hamid. Hamid'den pas. Dəqiq olmadı. Arzun pasını bıraktı. Arif qapçı çaşsın deyə ama qapçı dəqiq oynadı. Ozal geriyə çəkilir. Qapçı Hamid. Uğur İlerləyir. Pasını verdi Tural. Pas keçmədi. Sabit. Sabit nə edəcək? Top Sabitdən meydanı tərk etdi. Bəli. Hamid Tural'la oynayır. Uzun bir pas. Tərlan çata bilmədi. Az da toxunuş var idi amma dəqiq olmadı. Vaqif baxır. Uzun bir pas. Başla zərbə vurmaq istəyirdi Rəşid amma dəqiq olmadı. Hamid Tural'la oynuyor. Tural silahı değişti, uzun bir pas Camal'a. Üçün ikiye kaldılar. Camal'dan pas Tərlan. Tərlan ne edəcək? Pasını verir Vaqif. Çatır. Camal'ın zərbəsi və gol. 7-ci dəqiqədə Camal komandası sevindirir və hesabda 1-0 öndədirlər. 42 nömrəli oyuncu Camal komandasını sevindirdi və modern komandasını mərkəzə dəvət edir. Demişdim, sürətli oyuncular var Cənub Futbol Klubunda. İlk golda Cənub Futbol Klubu vurur. Arif. Arif'in zərbəsi öz oyuncusu Sabitə dəyir. Uğur topu uğurladı Arzudan. Geriyə Camal oynayır. Camal'ın səpası dəqiq olmadı Arif. Arif'dən içəriyə doğru pas keçmir. Ozal, gözəl hərəkətlər görürük. 4-ün 2-ədilər. Tərlan çönür. Ay ay ay. Ayağından qaçdı top. Əşsucum. Arif. Sabit. Sabit pasını verir Arif. Qapçı Hamid. Gözəl seyv. Arzu. Yenə Hamid. Arda seyvlər Hamiddən. Gücdən zərbə olacaq. Hesab 1-0'dır qeyd edim. Əziz izləyicilər. Cənub Futbol Klubu qalib gəlir hal-hazırda. Top Sabitə gəlir. Pasını verdi. Rəşidin zərbəsi Hamid. Rəşadət. Ozal. Bəli, cərimə zərbəsi bildirir. Top tez yerinə yetirildi. Ozal. Rəşadət qarşısına aldı. Ozal baxır. Gözəl ara pası. Ay ay ay. Toxunuş edə bilmədi Tərlan. Üstünlük görürük Cənub Futbol Klubundan. Uzun bir pas. Tural qarşısına alır. Pas keçmədi. Top Sabitə gəlir. Sabit nə edəcək? Pas keçdi amma qapçı uzaqlaşdırır. Camal sürətli qoşularaq topu götürdü. Pasını verdi. Yox, özü vurdu amma qapçı Vaqif. Bəlkə də Camal pas versəydi, açılsaydı daha dəqiq ola bilərdi, amma özü bitirmək istəyirdi. Alt yerinə yetiriləcək. Tərlan uğurla oynadı. Uğur zərbəsi qapıdan aralı keçir. Vaqif, Arzu. Geriyə bir daha Vaqif'lə oynadı. Arif Sabit'lə oynayır. Sabit. Uğurladılar topu Sabit'dən. Tural idi bu. Hamid topu Ozal'a vermək istəyirdi amma Uğur'la başa düşmədilər bir-birlərini. Hamiddən yenə seyv. Həqiqətən Hamid nə edirsən belə? Uzun bir pas. Top tərk etməyib. Tural çatır topa. Pasını verdi. Tərlan. Bəli. Cərimə zərbəsi bildirir Fərid Məmmədov. Tural topun başındadır.
Turalın cərimə zərbələrindən qolunu görmüşük biz. Baxaq. Yarın final mərhələsində qol vura biləcəkmi? Yox. Canlı sətdən meydanı tərk etdi top. Tural topu yerinə yetirəcək. Uzun bir pas. Qapıcı Vaqif. Qapını tərk edərək topu əli ilə götürür. Sabit. Yenə Hamid oxuyur. Müdafiəsi qismində sanki oynayır və topu uzaqlaşdırır. Sabit. Zərbəsi dəqiq olmur. Arifdən dəstək var Sabitə. Bildirir ki, keyfini pozma. Camal Arzu topu uğurlayır. Bəli, cərimə. Camal çobuzluq etmişdi. Fit səsləndi. Arif topu başladı. Pasını verir. Zərbəsi. Hamid uzanaraq topu uzaqlaşdırır. Azərkeşlərdən alqış səsləri eşidirik. Yenə Hamid və qabağında Tural mane olmuşdu, amma Rəşiddən sonra zərbə dəqiq olmadı. Modern komandası təhlükəli hücumlarını artırır. Arif pasını verdi. Sabit önündə. Qapçı. Yenə Hamid. Boş yerə müsahibə almamışam bu Hamiddən. Hamid bildirmişdi. Sabitin zərbələrin qarşısını alacam. Həqiqətən də elədi. Top hərəkətdə yerinə yetirilmişdi, bəli. Cənab Futbol Klubuna top keçir. Tural qapçı ilə oynadı. Arzudan blok gördü və out qazanır Cənab Futbol Klubu. Tural silahı dəyişdi. Camal. Tural. Turaldan mərkəzə pas. Ozal itirdi. Sabit Əliyev. Sabitin pası Arzu və qəbul edib çönə bilmədi Arzu və top Arzudan elə meydanı tərk etdi. Qapıcı Hamid topu yerinə yetirdi. Camal. Sanki bu oyunda biz Cənab Futbol Klubuna ancaq əks hücumlarda qol görəcəyik. Uğur. Zərbəsi Vaqif. İkincidən zərbə olacaq. Top Vaqifdən meydanı tərk etdi. Uğurdan gözəl zərbə və qarşısı alındı Vaqif tərəfindən. Qüvvətli pas idi bu, amma top out'a gəldi, toxunuş olmadı. Qapıdan zərbə. Hamid. Camal oynadı. Camaldan bir daha Hamid'e pas. Camal. Hamid. Uzun bir pas. Tərlan. Başla. Dəqiq ola bilmədi. Out. Yox. Qapıdan zərbə. Vaqif. Uzun bir pası. Qapıcı Hamid. Dəqiqli qapısında. Camal. Hamid. Yine doğru pas. Rəşadət. Və top tora deyir. Out. Cənab Futbol Klubunun. Uzun bir pas. Tərlan. Qapıcı Vaqif. Bəzi epizodlarda Cənab Futbol Klubunun hücumçuları bir-birlərini görmürlər. Uğurun zərbəsi və gol! Oy oy oy! Gəlişinə zərbə Uğurdan. Tərlanın asisti və Uğur. Çox gözəl gol vurur. İkinci dəfədir ki, Modern komandası mərkəzə dəvət olunur. Zakir topu yerinə yetirdi. Sabit. Rəşadət. Az qalmışdı Yusif topu uğurlasın. Arifdən pas. Sabit. Zərbəsi dəqiq olmadı. Hamid topu yerinə yetirəcək. Baxır. Camal.
Pas dəqiq olmur. Pressing də var idi Camala və dəqiq oynaya bilmir. Geriyə pas Rəşadət pasını verdi. Uğurladılar topu. Yusif Uğur'a pas verdi. Uğur baxır. Ozal zərbəsi və Rəşadət blok qoydu. Müdafiədə dəqiq oynayır Rəşadət və küncdən zərbə yerinə yetiriləcək. Ozal baxır. Uzun bir pas. Camal topu qəbul etdi. Geriyə çəkilir. Bitirməyib hələ də. Tural önə doğru gəldi və topu uğurladı. Yusifin pası dəqiq olmur. Top yerinə yetirildi. Uzun bir pas. Amit. Uğur topu qəbul etdi. Top Zakirdən meydanı tərk etdi. Uğur. Tural. Dirək. Out yerinə yetiriləcək. Out yerinə yetirildi. Camal çatır topa. Pasını da verdi. Zərbəsi dəqiq olmur Uğurun. Rəşadət. Geriyə qapısı Vaqiflə oynayır. Rəşid. Mərkəzə doğru vermişdi amma topu uğurlayır Uğur. Uğurun pası və gol! Yerdə qalsa da topu tora daxil edir Ozal. 10 nömrəli oyuncu. Zakir topu yerinə yetirəcək. Sabitlə oynadı. Pas keçmir Uğurdan blok. Ozal. Uğur. Pasını verdi. Yusifdən bir də pas. Gözəl paslaşmalar. Ozal və gol! Yox. Sanki elə bildim top keçib. Zərbə dəqiq olmadı. Tural. Ozal. Həqiqətən dediyim kimi Cənubi Futbol Klubunun oyuncuları çox sürətlidirlər və eş hücumda yaxalayırlar. Hesab 3-0'dır. Turalın zərbəsi Rəşiddən blok. Alt yerinə yetiriləcək. İçəriyə doğru pas amma Rəşid qarşıladı. Top meydanı tərk etməyib. Yusif geriyə oynadı. Hamid. Uğur. Silah dəyişildi. Camal. Yusif. Bir daha Camal oynayır. Yusif. Camal. Pas dəqiq olmadı Camalın. Əks hücum ola biləcəkmi? Sabit. 3 oyuncusu gəlir köməyə. Sabit. Nədə mübarizə gedir. Yanında Uğur var. Ozal qarşısına aldı bu pasın. Camal. Uğur topu qəbul etdi. Pasını verdi amma top Rəşiddən meydanı tərk edir. Yusif topu yerinə yetirəcək. Uğurdan gözəl hərəkətlər və geriyə qapısı ilə oynayır Amid. Oyunun bitməyinə çox az qalıb. Camal geriyə Amid. Uzun bir pas. Ozal topu qəbul etdi və başla pas vermək istədi amma Tural Vaqif uzaqlaşdırır. Pas verə biləcəkmi? Oy 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 və gol! Bəli. Vaqif nə etsin artıq modern komandası üçün. Və Yusif zərbədən sonra gələn topu tora daxil etdi və hesab 4-0 olur. Cənubi Futbol Klubu qalib gəlir. Sabit topu yerinə yetirdi. Zakir. Modern komandasından heç də belə oyun gözləməzdim. Həqiqətən də kollektiv şəklində çox gözəl
oyuna malik komandadır. Sanki Cənubi Futbol Klubunu onların oyununu çox yaxşı analiz edib və oxuyub. Gözəl pas və gol. Sabit gözəl asist edir və Zakir komandasını sevindirir. Cənubi Futbol Klubu ilk dəfə mərkəzə dəvət olunur. Hesab 4-1'dir. Yusif topu yerinə yetirdi. Uğur. Bu gol lazım idi Modern komandasına. Bu golu Zakir vurdu. Hamid mərkəzə doğru pas. Ozal. Ozal'ın pası rəqib komandaya keçir. Cərimə zərbəsi bildirir. Ayaqla təmas var idi. Canlı sədd qurulur. İki oyuncu var. Tural və Uğur. Arif. Zərbə. Bəli. Cərimə zərbəsi bildirir Fərdi Məmmədov. Modern komandası yerinə yetirəcək. Rövşən oyunda görürük biz. Qapçı topu yerinə yetirəcək Camal. Tural irəliləyir, önü boşdur. Pasını verir Yusif, topu qəbul etdi. Tural buraxır, Uğur'a gəlir top. Uğur, Uğur'un zərbəsi qüvvətli idi, amma dəqiq deyildi. Vaqif topu yerinə yetirəcək. Arif. Uzun bir pas Zakirə, amma top qapçıya gəlir. Hamid Camal'la oynadı. Camal'ın pası Uğur. Topla mübarizə və Rəşadətlə meydanı tərk etdi. Hamid. Tural pası dəqiq olmamışdı, amma top tora dəymişdi və out. Modern komandasından sabit topu yerinə yetirəcək. Dəqiq olmadı pası. Yusif üçün ikiyədilər. Ozal oynayır. Ozal'ın zərbəsi qapıdan aralı keçir. Qapçı topu yerinə yetirəcək. Rəşadət. Bir daha Vaqif. Sabit. Rəşadətin pası dəqiq olmadı və out. Camal geriyə qapçı ilə oynayır. Hamid. Uğur. Mərkəzi doğru pas. Camal. Rəşadət son anda ayaq qoyur və out qazanır. Cənubi Futbol Klubu. Tural. Geriyə Hamid. Pressing görür və qapçı dəqiq oldu. Az qalsın Arif sevindirsin komandasını. Tural. Ozal. Tural bir daha. Tural'ın zərbəsi dəqiq olmur. Agif'ten uzun bir pas. Uğur oradaydı. Görürdü. Out. Cənubi Futbol Klubunun Camal. Uğur. Camal oynayır. Tural. Tural ne edəcək? Blok qoyuldu. Rövşən idi bu blok qoyan oyuncu. At yerinə yetirdi. Yusif. Pas keçmir. Ard-arda Rəşiddən 2 blok gördük. Sabit. Pasını verdi Arif. Amma Uğur son anda mane oldu Arif'ə. Zakir. Pasını verdi Arif və qüvvətli zərbə dəqiq olmur. Oyunun bitməyinə çox az qalıb. 1 dəqiqədən də azdı qeyd edim. Fərdi Məmmədov fitini səsləndirəcək. Az qalıb. Hesab 4-1'dir. Hamid. Camal. Camal sıyrıldı. Pasını da verdi və top meydanı tərk etməyib mübarizə var. Sabit nə edəcək? Ay dəqiq olmadı. Hamid
Topu yerinə yetirdi Tural. Gözəl pas, amma Camal çata bilmir. Rövşən, qapıcı Vaqiflə oynayır. Pas dəqiq olmamışdı. Out yerinə yetirəcək Can Futbol Klubu. Hesab isə 4-1'dir. Uğur. Geriyə Tural oynayır. Turalın arxasında Sabit var. Turalın zərbəsi Rəşadətdən blok. Sabit. Cərimə zərbəsi bildirir Fərid. Sabit. Tez başlamaq istəyirdi, amma top rəqibə gəldi. Camal. Yusifdən Ozala pas. Qapıcı. Vaqif dəqiq oynayır. Sabit. Baxır. Pasını verdi. Arifdən pas. Sakirin zərbəsi dirək. Oy oy oy. Rövşən. Rövşənin zərbəsi dəqiq olmur və birinci hissə bitir. Hesab 4-2 olmağa çox az qalmışdı. Qapı tiri Can Futbol Klubunu qurtardı. İkinci hissədə sizlərlə olacağıq. Bəli, ikinci hissə başlanacaq. Az sonra Sabit topu Can Futbol Klubuna verir. Qapıcı topu yerinə yetirəcək. Amid baxır. Tərlan topu qəbul etdi. Rövşəndən pressing var. Tural. Uzun bir pas Tərlana doğru, amma top qapıcı Vaqifə gəlir. Vaqif. Arif. Arif itirmədi, amma Ozal uğurladı topu. Tərlan. Ozal oynayır. Ozalın pası keçmir. Qapıcı Vaqif. Top Rövşəndən meydanı tərk etdi. Camal. Geriyə Tural. Bir daha Camal. Uzun bir pas. Tərlan çata biləcəkmi? Yox. Çata bilmir. Vaqif. Ariflə oynayır qardaşı ilə. Gözəl cinah dəyişildi. Arzu pası, amma Sabit toxuna bilmədi. Amid uzun bir pas. Uğur. Tural. Ozal. Top ayağının altında qaldı və sürüşdü. Rövşən altı yerinə yetirdi. Camal götürür topu. İlerləyir. Pasını da verdi. Ozal. Ozalın zərbəsi. Bir daha zərbə Ozaldan. Dəqiq ola bilmədi. Rövşən ilk zərbəsinin qarşısını almışdı, qeyd edim. Qapıdan zərbə olacaq. Uzun bir pas. Sabit. Ariflə oynayır. Arif'in pası dəqiq olmadı. Arzunu görmüşdü. Uğur çox sürətli oyuncudur. Pasını verdi Tərlan. Camal. Camal irəliyir və top Rövşəndən meydanı tərk edir. Gücdən zərbə. Yanında Uğurla oynayır Camal. Camala bir daha pas. Rövşənə gəlir top. Uzun. Tural sinəsi ilə qəbul etdi və Tərlana pasını verdi. Tərlan da geriyə çəkildi. Amid. Mərkəzə Uğurun toxunuşu və Arzu qəbul etdi geriyə. Risk etmir, qapısı ilə oynayır. Vaqif. Uzun bir pas. Top sanki yerdə deyil, ancaq göydədir. Hava topları görürük oyunda. Heç bir komanda dəqiq oynaya bilmir. Hər iki tərəfdə itkilər var. Ozal topu yerinə yetirdi. Tərlanın pası bəlkə alınmadı. 2-yə 1'dilər. Arif zərbəsi. Oy oy oy. Dirəyə dəymişdi. Amid tələsdi. Camal oynayır. Uğur. Arzu oxudu bu pası. Qapıcı öndə idi. Sabitin zərbəsinin qarşısını aldı. 6 yerinə yetiriləcək. Arif. Camal topu götürdü və irəliyir sürətlə. Nə edəcək? Gözəl atır. Qapıcı Vaqif ayaqlarıyla topu götürdü. Uzun bir pas. Arif.
Pasını verir. Oy oy oy. Gözəl müdaxilə gördük Uğurdan. Uğur bilirdi ki, top sabitə gəlsə qol olacaq. Tural uğurladı. Mərkəzdə itirirlər topu. Rövşəndən pas. Rəşadətin pası keçmir. Qapçı Tərlan. Tural oynayır. Turaldan geriyə pas. Uğur. Uğur nə edəcək? İrəliyir zərbəsi. Qapçı ayaqlarıyla uzaqlaşdırdı və komandası qazanır topu. Sabit sıyrıldı və vura bilmir. Amidin son anda toxunuşu və küncdən zərbə. Sabit yerinə yetirəcək. Pas keçmir. Top sabitdə dələdə. Zərbəsi. Yenə toxunuş var idi. Bəli, küncdən zərbə. Hər iki komandada da əks hücumlar görürük. Çox sürətli oynayırlar həqiqətən. Oy oy oy. Sabitin qüvvətli zərbəsi və qapı tiri qurtarır Zəng futbol klubunu. Rövşəndən önə doğru pas. Sabit. Sabit pas verdi amma Camal. Ozal. Camal'la oynayır bir daha. Bir daha Ozal. Uğur pasını verir. Oy oy oy. Vaqif. Gözəl müdaxilə Vaqifdən. Ozal'ın qarşısını aldı. Ozal'ın başlı zərbəsi dəqiq olmadı. Camal topu götürür. Rəşadət. Bəli. Əllə tutmuşdu Camal. Mane oldu ona. Modern komandasının qapısı tələsir. Cinah dəyişildi. Sabit. Tural. Bildirir ki, top Sabitdə meydanı tərk etmişdi, amma Fərid Məmmədov bildirir ki, modern komandasındır top. Sabitdən uzun bir pas. Amid ayağı ilə uzaqlaşdırır topu. Out qazanır modern komandası. Rəşadət. Baxır önə doğru. Arzudan pas. Dəqiq deyil. Əks-hücum bir daha. Tərlan. Rövşəndən gözəl sıyrılır, amma zərbə dəqiq deyil. Vaqif Arif'lə oynayır. Rövşən. Bası yenə Uğur. Rəşadətə gəlir top. Mərkəzə doğru pas. Camal götürdü. Pasını da verdi Tərlan. Nə edəcək Tərlan? Zərbəsi Vaqif. Rəşadətdədir top. Arif'lə oynadı. Arif irəliyir. Uzun bir pas. Çətin topu idi və meydanı tərk etməyib Vaqif. Uzun bir pası, amma top tora dəyir. Out yerinə yetiriləcək. Uğur Tərlanla oynadı. Camal qapçı Amidlə oynayır. Camal. Bir daha qapçı Amid. Uğur. Pası dəqiq olmur, amma Uğur. Rövşən pasını verdi. Uğur qoymur ki, top sabitə gəlsin. Əks-hücum Camal. Pasını verdi Tərlan. Bir daha Camal gözləyir. Zərbəsi. Oy oy oy. Ucla qüvvətli zərbə, amma ramkaya düşə bilmədi. Amidə top gəlir. Pas dəqiq deyildi Vaqifin. Uğur. Mərkəzdə Tural bomboşdur. Edəcək Tural. 2 oyuncu var yanında. Topla oynayır. Gözəl hərəkətlər Turaldan. Geriyə Ozal'la oynadı. Ozal'dan uzun pas dəqiq olmur. Arif. Rəşid. Bir daha Arif. Arif'in qüvvətli zərbələri var. Zərbə görəcəyimi. Pas verdi Sabitə və Amiddən son toxunuş. Küncdən zərbə.
Artıq 36-cı dəqiqədir. Oyunun bitməyinə 14 dəqiqə qalıb. Top yerini yitirdi amma baxmırdı topa Rövşən. Rəşiddən geriyə pas. Vaqif. Zakir. Uğur qarşısına aldı. İlerləyir. Arif topu uğurladı. Sabit. Ozal. Uğurladı Sabitdən pası amma Tural qəbul edə bilmədi. Out. Vaqif. Rəşidlə oynayır bir daha. Rəşid irəliyir. Arzu ilə bir-birlərini başa düşmədilər. Hər iki komandada da dağınıq oyun görürük həqiqətən. Tərlan qapıcı ilə üzbəyizdir, amma top qapıcıdadır, uzaqlaşdırır. Əllə toxunuş və Fərd Məmmədov cəzalandırır Yusuf sarı vərəqə. Arif topu yerinə yetirdi Rəşid. Arif. Arif zərbəsi Ozal. Top yenə də Modern komandasındadır. Rəşid. Ozal. Uğurladılar topu və top Turaldan meydanı tərk edir. Pas dəqiq olmur. Qapıdan zərbə olacaq. Azarkeşlərdən dəstək görür Sabitə. Tural. Uğur. Gözəl qoşuldu. Yusif. Yusifin pası. Ozal qoymur ki top meydanı tərk etsin amma Modern komandası qazanır topu. Yusif gözəl mübarizəsi və qazanırlar topu. 3-2-yə Tərlan. Tərlan zərbə və gol! Tərlan gözəl sıyrıldı və komandasının 5-ci qolunu vurur. Hesab 5-1 olur. Geriyə pas, Zakir. Arzu. Geriyə pas. Zakir Sabitlə oynayır. Sabit Arzu ilə oynadı. Arzu nə edəcək? Pasını verdi. Zakirin pası keçmir. Tural qarşılayır onu və ikinciden zərbə. Uzun bir pas. Sabit topu qəbul etdi. Rəşid zərbəsi dəqiq olmur. Qapıcı Amid topu yerinə yetirəcək. Uzun bir pas. Ozalın başlı zərbəsi və top meydanı tərk etməyə qoymur Vaqif. Topa çatır. Uzun bir pas. Arif. Out. Zakir Arif'le oynadı. Arif'in karşısında Yusuf alır. O saat satabiləcək mi? Yox. Satmadı. Arif. Pas idi məncə bu, amma toxunuş olmadı Sabitdən. Qapıcı topu yerinə yetirəcək mi? Yox. Tural özü yerinə yetirir. Zərbəsi Vaqif. Arif. Sabit. Yüngül toxunuşu və Amiddən meydanı tərk edir. İkinciden zərbə. Rəşid. Önü boş idi. Bu fürsət əldən qaçır. Gol vurmaq lazımdır. Modern komandası. Timeout götürür Cənab Futbol Klubu. Timeoutdan sonra sizlərləyik. Bəli, timeout bitir. Cənab Futbol Klubunda dəyişiklik görürük. Elxan Əmi oyundadır. Yusuf'dan pas, Tərlan topu qəbul edə bilmədi və out. Rəşid topu yerinə yetirəcək. Arzu, bir daha Rəşid. Sabit topu qəbul edə bilmir. Elxan Əmi geriyə Yusuf'la oynadı. Önə doğru pasın qarşısını Rəşid alır. Rəşadət alır qeyd edim. Arif.
Arif mübarizədə qalib gəlir. Sabit qapıçı yerdə qalır. Sabit hələ də topladı. Nə edəcək? Oy 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 dirək. Hamid pasını verdi. Elxan. Yusif. Pas dəqiq olmur. Sabit Əliyev həqiqətən də nələr edir. Amma top qapıya daxil olmur heç cür. Arif topu qəbul etdi. Yanında Rəşid var. Sabit boşluq var. Sabit nə edəcək? Son anda Camalın ayaqlarıyla top meydanı tərk etdi və ikincidən zərbə. Modern komandası yerinə yetirəcək. Rəşadətdən pas. Arzu və Yusuf topu Arzuya vuraraq top Arzudan meydanı tərk edir. Tural uzun bir pas. Qapısının öndə olduğunu görmüşdü, amma dəqiq ola bilmir. Qapıdan zərbə olacaq. Mərkəzi doğru pas. Arif topu rəqib komandaya verir. Tərlan nedir? Geriyə çəkirdi. Çox maraqlıdır. Yusuf'un pas dəqiq olmur. Arif'in pası dəqiq olmadı və out. Elxami pasını verir. Tural pasta səhvli. Sabit qapçı ilə üzbəyə üstü və gol. Hamiddən gələn topu içəriyə daxil edir Zakir. İdi mi? Yox, bu Arif idi. Komandasını sevindirir. Düzgün yerinə yetirmədi. Sabitdədir top. Tural qarşısını aldı. Cərimə zərbəsi. Tərlanın ayağı rəqib oyunçunun sinəsinə dəyir. Top yerinə yetirildi. Rəşid. Zərbəsi Turala dəyir. Tural qapıcı ilə oynadı. Uzun bir pas. Toxuna bilmir Tərlan. Rəşid irəliyir. Arif'in pası isə dəqiq olmadı. Başa düşmədilər Sabitlə ilk dəfədir. Tural. Mərkəzə Yusif. Top Modern komandasındır. Rəşadət topu yerinə yetirdi. Arzu. Arzu nə edəcək? Sıyrıla bilmir və Tural topu uzaqlaşdırır. Out. Arzu'nun pası. Sabit. Ay ay ay. Hamid yine karşısına alır. Sabit yerde kalır ve penaltı bildirir Ferdi Məmmədov. Bəli. Penaltı yerinə yetiriləcək. Hesab qeyd edin 5-2'dir. Bu gol Modern komandasına lazımdır ki ikinci oyunda qolların əvəzini çıxsın Cənubi Futbol Klubundan. Baxaq Sabit Əliyev bombardir nə edəcək? Geriyə doğru gəlir. İlerləyir Sabit. Qapıçı Hamid var qarşısında. Zərbəsi və gol. Sevinir Sabit. Rəşadətlə sevincini bölüşdü və mərkəzə gəlir Cənubi Futbol Klubu. Hesab 5-3 olur. Öndə olmaqlarına baxmayaraq Cənubi Futbol Klubunda boşluqlar yaranır və hesab 2 topa düşür. Alt yerinə yetiriləcək Cənubi Futbol Klubundur. Oyunda Sərxanı da görürük. Geriyə pas Camaldan. Bəli, cərimə zərbəsi bildirir Ferdi Məmmədov. Uğur topu bıraktı. Tural yerine getirdi. Uğur Tural oynuyor. Tural sıyrıldı. Kuvvetli zərbəsi qapıcı. Boşluq var müdafiədə. Arif və Uğur dəqiq oynayır və gücdən zərbə olacaq. Heç nə yoxdur.
Bəli, Fərdi Məmmədov düzgün qərar verir. Oy oy oy, Arzu az qalsın dəqiq ola bilərdi. Uğurdan pas. Sərxan topu qəbul edə bilmədi. Rəşid Vaqiflə oynayır. Bir daha Rəşid. Rəşid itirmir topu. Arzu. Tural qarşıladı, amma Rəşidin də pası dəqiq olmur. Qapıdan zərbə. Camal. Uğur çətinliklə də olsa topu qəbul etdi. Top Arzudan meydanı tərk edir. Uğur geriyə Amidlə oynayır. Öne doğru qüvvətli zərbə. Rəşadət başla topu uzaqlaşdırır. Camal yerinə yetirəcək. Tural. Tural irəliyir. Gözəl pas Turaldan. Camal çata biləcəkmi? Yox. Toxunuş yox idi. Bəli, qapıdan zərbə olacaq. Vaqif Ariflə oynayır. Uzun bir pas, amma sabit yerdə qaldı. Fərdi Məmmədov cəzalandırır bəy qapıçı Hamidi. Arif yerdə qalmışdı və cərimə zərbəsi bildirir. Modern komandası yerinə yetirəcək. 5 istəyir sabit hakimdən. Canlı sədd qurulacaq Amid tərəfindən. 3 nəfər bildirir Amid. Dəyişikliklər gördük Cənubi Futbol Klubunda. Sabit nə edəcək? Pasını verir. Rəşadət gözləmirdi sanki Sabit ona pas verəcək. Qapıdan zərbə. Amiddən uzun bir pas. Vaqif. Dəqiq oynayır və Ozalda meydanı tərk etmişdi. Vaqif. Pasını verdi Arif. Tural. Pasını verdi Tərlan. Tərlanın zərbəsi dəqiq olmadı. Arifdən pas Arzu. Camal çatır ona və topu alta yollayır. Sabit. Baxır önə. Kim var? Uzun bir pas. Başla zərbə. Oy oy oy. Toxuna bilmədi Arif. Uğur. Tərlan bomboşdu. Tərlana gəldi top. Bir pas və Ozal. Hesabı 6-3 edir. Oyuna yeni daxil oldu Ozal və komandasını sevindirir. Həqiqətən də Cənubi Futbol Klubu arxayınlaşmışdı və zaminlər etmişdi. Yenidən top 2 topa endikdən sonra yenidən əsas heyəti oyuna salaraq hesabda yenə də önə doğru gəlirlər. Hesab 6-3'dü qeyd edim. 2 topdan 3 topa qaldırır Cənubi Futbol Klubu hesabı. Rəşid irəliyir. Keçə bilmədi Camal. Camal pasını verdi Tərlan. Və Rəşid risk atmır, topu uzaqlaşdırır. 200'dən zərbə olacaq. Tərlanın pası keçmir. Rəşid uzaqlaşdırdı bir daha. Tərlandan pas. Uğurun zərbəsi dəqiq olmadı. Ay ay ay. Ozal yaxşı fikirləşmişdi. Qapıcı yerdə idi. Uzun bir pas Arifə. Arifin pası dəqiq olmadı. Qapıdan zərbə olacaq. Amid uğurlu oynayır. Turala pas. Tural nə edəcək? İrəliyir. Pası və bəli. Gol bildirir Fərdi Məmmədov. Tərlan 13-cü golunu vurur çempionatda qeyd edim. Sabit Əliyevin isə 22 golu var.
Hesab 7-3 oldu. Ozal topu uğurladı ama Rəşid qarşısını aldı. Rəşid irəliləyir, pasını verdi. Sabit çaşdırır. Arif. Yox, bu Zakir idi qeyd edim və bununla da ikinci hissə bitir. Zəni Futbol Klubu 700 hesabı ilə qalib gəldi. Şərtsiz mənim Mir Ceyhun Mənsimov idi. İkinci qarşılaşmada sizlərlə olacağıq. Sağ olun, salamat qalın.